Salam Vlogera izləyiciləri. Bugün sizinlə pasta bişirəcəyik, yəni makaron. İlk öncə ətləri doğrayacağıq. Mən burada toyuğun döşətindən istifadə edirəm. Birinci bunları belə formada doğrayırıq. Doğradıqdan sonra kubik hamısını doğrayırıq, bütün ətini. Mən bütün ətləri doğrayıb gəlirəm. Ətləri doğradıq, qurtardıq hamısını. Bir dənə də soğanı xırda doğrayıb tavaya əlavə edəcəyik. Siz istəsəz, lap xırda eləmək istəsəz, blenderdan çəkə bilərsiniz. Amma mən əlimlə doğramağı daha məsləhət görürəm. Normaldır. Blenderdan çox şey olur, çox xırda olur, lap çox olur. Əgər xoşlanırsa qatmaya bilərsiniz. Amma belə dad daha qat olur, daha güclü olur. Doğradığımız soğanları ayrıca bir qaba əlavə edirik. Tavaya qarğıdalı yağ əlavə edirik biraz, yarım stəkan kimi. Siz istəsəz çay yağından da istifadə edə bilərsiniz. Yağın altını yandırandan sonra doğradığımız soğanları buraya əlavə edirik. Və biraz gözləyəcəyik ki, karamelizə olsunlar. Sonra isə ətləri əlavə edəcəyik. Soğanlar biraz belə olduqdan sonra ətini əlavə edirik. Ətini yenə bir pişirəcəyik və ara sıra ətini qaçırırıq, qoyuruq pişməyə.